bir tabinlərdən biri bir evin yanından keçir, bir daxmanın yanından keçir və daxmanın yanından keçəndə həzin bir səs eşidir. O daxmanın içindən bir həzin səs eşidir və görür ki, insan elə gözəl sənalarla, həmd sənalarla Allaha həmd səna eləyir. Elə bir razılıq eləyir, sanki nəsə çox böyük bir şeylər əldə eləyib, böyük bir nemətlər, lütf. Amma balaca bir daxmadır. Qəribə gəlir ki, görürsən bu daxmanın içində bu səs kimin səsidir ki, bu qədər öz Rəbbindən razıdır. Və maraqlı gəlir və gəlir girir o daxmanın içinə və görür ki, daxmanın içində bir insan uzanıb, ayaqları kəsilmiş, əlləri kəsilmiş, xəstə olub və gözləri də kordur. Kiminsə baxımı altındadır. Və bu halda bu Allahı bu qədər həmd sana eləyir. Çox təəccüblənir ki, yəni əlləri olmayan, ayaqları olmayan insan, hətta gözləri kor olmuş insan bu qədər Rəbbindən razı necə qala bilər? Allahı təriflər edir ki, ey Rəbbim, sən mənə elə nemət vermisən ki, yəni aləmlərdən çoxlarına bu neməti verməmisən. O deyir ki, sənin halva salam verir və deyir ki, sənin halva çox təəccübləndim, sənin təriflərini eşitdim ki, sən bu qədər Allaha tərif edirsən. Sən bu halında bu qədər Rəbbinə necə şükür edə bilərsən? Sənin nə ayaqların var, sənin nə əlin var, sənin nə gözün görür, sən kimdənsə asılısan, sənə baxırlar. Bu halda sən bu qədər necə razılıq? Deyir ki, vay olsun halva. Məyər deyir, Allah Taala mənə o qəlbi verməyib ki, o qəlb onu tanıyır. Allah tanıyan qəlb verməyibmi? Məyər deyir, Allah Taala mənə elə bir dil verməyib ki, onu xatırlayım, Allahı zikr edim. Məyər deyir, bundan daha böyük nə nemət verilə bilərdi mənə? Onu tanıyan qəlb, onu xatırlayan dil. Doğrudan da, subhanallah, yəni insan dünya həyatında böyük bir sınaqdadır. Onsuz bu dünya həyatı tez gəlib keçəcək. İstəyir insanın ayağı olsun, istəyir ayağı olmasın, istəyir gözü görsün, gözü görməsin. Allah Taala çətin sınaqlarla bizi sınağa çəkməsin. Təbii ki, heç birimiz istəmərək ki, Rəbbimiz bizi ağır sınaqlarla sınağa çəksin. İnsan daim afiyyət istəməlidir Allahdan. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, Allahın ona salavatı və salamı olsun, deyir ki, Allahdan daim afiyyət istəyin. Həqiqətən insana afiyyətdən daha böyük bir şey verilməyib. Yəni afiyyət odur ki, insan dinində, dünyasında salamatlıq içərisində olur. Həm bədənində sağlam olur, dinində salamat olur, günahlardan, fəlakətlərdən, bəlalardan uzaq olur. Budur afiyyət. Biz bunu daim Allahdan istəməliyik. Amma Allah Taala bəzən insanları sınağa çəkir. Bəzilərini xəstəliklə, çətin ağır sınaqlarla, kimin gözünü alır, kim görə bilmir, kimin ayaqlarını alır, kimin əllərini alır. Və hər bir sınaqda da ona o insanın daşıya biləcəyi bir yükü ona verir. Hər kəs özünün daşıya biləcəyi bir yüklə bu dünyada yaşayır. Hər bir halda, yəni insan əgər bir qəlb verilib ki, o qəlb Rəbbini tanıyır, onu təzim edir, ona tövhidlə bağlanır. Allah Taala tövhidlə bağlanır, bütün təvəkkülünü Allaha bağlayır, bütün etimadını Allaha bağlayır. O yatanda deyir ki, Əl-cəhdu zahri ileyk, öz arxamı sənə söykədim. Yəni bütün güvənimi sənə bağladım. Əgər elə bir qəlb verirsə, onda bundan daha böyük nə ola bilər? Yəni Allah Taala düşünən qəlbdən, təqva sahibi olan qəlbdən, içi tövhidlə, Allaha bağlılıqla, bütün təvəkküllə Allaha bağlanan qəlblə, bütün razılıqla, Allahdan razı qalan qəlblə, əgər Allahın Rəbbini tanıyırsa, bundan daha böyük nə nemət ola bilər? Bundan başqa olan nemətlər sadəcə keçici nemətlərdir. Amma bu nemət, qəlbə verilmiş bu əməllər, bunlar hamısı qalıcı nemətlərdir. Bunlar əbədi qalacaq. Bu elə bir nemətdir ki, bunun sonu cənnətdir. Cənnətin sonu yoxdur. Cənnətdə olan nemətlər tükənmir. Bundan böyük daha nə nemət ola bilər? Ona görə də o tabin, yəni o verdiyi sual tam yerində idi. Yəni Allah Taala əgər ona baxmayaraq ki, gözünü əlindən alıb, əllərini alıb, ayaqlarını alıb, amma qəlbini saxlayıb.
qəlbində olan iman, yəqinlik, təvəkkül, sevgi qalıb. Onu xatırlayan dil qalıb. Allahı xatırlaya bilir, Allahı zikr edə bilir. Yəni bu dünyada ona lazım olan ən əsas şeyi saxlayıb. Baxımı da o keçicidir. Zaten artıq onun üstündən 1400 il keçib, 1500 il keçib düzdür. Və biz də bu formada yaşayıb bu dünyadan gedəcəyik. Və bizə nə qalacaq? Bu dünyada olan qəlbimiz. Nə hansı qəlblə Allaha getdiksə, o qəlb. İllə mən ətəllahə bi qalbin səlim. Yalnız Allaha salamat qəlblə gələn. Görürsüz? Yəni Allah Taala demədi salamat bədənlə, salamat ayaqla, salamat gözlə, xeyr. İllə mən ətəllahə bi qalbin səlim. Yalnız kim salamat qəlblə gələrsə. Salamat qəlb deyəndə nə nəzərdə tutulur? Nəzərdə tutulur ki, o qəlb tövhidlə dolu olub. O qəlb ki, şirkdən uzaq olub. Allaha şərik qoşmaqdan uzaq olub. O qəlb ki, içi təvəkküllə dolu olub. O qəlb ki, onun içində təqva olub. Allah qorxusu olub. O qəlb ki, daim Allahın nəzarətini hiss eləyib. O qəlb ki, günaha heç vaxt meyl eləməyib. O qəlb ki, nəinki əməl olaraq, hətta qəlbindən belə günah əməlləri uzaqlaşdırıb. Hətta düşünməyini belə, günahı düşünməyi belə qəlbindən uzaqlaşdırıb. Bəli, bu qəlbdir ki, islah olmuş qəlb, hansı ki, qiyamət günü Allah Taala onlara dəyər verəcək. İllə mən ətəllahə bi qalbin səlim, kim ki, salamat qəlblə öz Rəbbinə doğru gələrsə.